Bugünkü təcrübəmiz dalğaların interferensiyası ilə bağlıdır. Həm mexaniki dalğalarda, həm elektromaqnit dalğalarında interferensiya mənzərəsi müşahidə olunur. Mexaniki dalğalar üçün bunu yoxlayaq. 2 dalğa yaradaq. Növbəti dalğanı yaradaq. Gördüyümüz kimi bu dalğalar bir-birini gücləndirdi. Belə deyək, toplandı. Dalğaların amplitudları artdı. İndi isə bunu elektromaqnit dalğası üçün yoxlayaq. Və elektromaqnit dalğaların interferensiya mənzərəsini müşahidə edirik. Interferensiya nədir? Interferensiya rəqslərin bir-birini gücləndirməsi və ya zəiflətməsi nəticəsində yekun rəqslərin amplitudunun toplanması və ya çıxılmasıdır. Gəlin indi bunu səs dalğası üçün yoxlayaq. İki mənbədən səs dalğası yayırıq və dalğaların interferensiyasını müşahidə edirik.